Ürək insan bədənindəki ən çox işləyən orqandır. Doğulduğumuz andan ölənə qədər gecə-gündüz bir saniyə belə dayanmadan qan vurur və bədənimizin hər bir hüceyrəsinə oksigen çatdırır. Statistikaya görə orta hesabla insan ürəyi ömür boyu təxminən 3 milyard dəfə döyünür. Ancaq təəssüf ki, dünyada ölüm hallarının ən çox səbəbi məhz ürək-damar xəstəlikləridir. Yaxşı xəbər isə budur ki, ürəyimizin sağlamlığı çox vaxt bizim öz əlimizdədir. Daha dəqiq desək, çəngəlimizin ucundadır. Elmi tədqiqatlar göstərir ki, düzgün seçilmiş qidalar ürəyin damarlarını təmizləyən, iltihabı azaldan, qan təzyiqini tənzimləyə və hətta ürəyin bioloji yaşını geriyə döndərə bilər. Bu videoda sizə ürəyinizi hərfi mənada 10 il gəncləşdirə biləcək 15 güclü qidanı təqdim edəcəyəm. Hər bir qidanın necə işlədiyini, tərkibindəki hansı maddələrin ürəyə fayda verdiyini və gündəlik həyatınıza necə daxil edə biləcəyinizi ətraflı izah edəcəm. Sonadək izləyin, çünki bəlkə də bu siyahıda özünüzün heç gözləmədiyiniz, amma artıq mətbəxinizdə olan qidalar var. Siyahımıza ən güclü qida ilə başlayaq, losos. Losos və digər yağlı dəniz balıqları, məsələn skumbriya və uskumruq, omega-3 yağ turşularının ən zəngin təbii mənbələrindən biridir. Bu yağ turşuları qanda triqliseridlərin, yəni zərərli yağların səviyyəsini azaldır və arteriyaların daxili divarlarında yaranan iltihabi prosesin qarşısını alır. Elmi araşdırmalar göstərir ki, omega-3 turşuları ürək əzələsinin elektrik siqnallarını sabitləşdirir. Bu da qəflətən baş verən təhlükəli aritmiya, yəni ürək ritmi pozğunluqlarının riskini azaldır. Bundan əlavə, losos yüksək keyfiyyətli zülal mənbəyidir və bu zülal əzələ toxumasının, o cümlədən ürək əzələsinin bərpasına kömək edir. Kardioloqlar həftədə ən azı 2 dəfə yağlı balıq istifadəsini tövsiyə edirlər. Əgər təzə losos tapmaq çətindirsə, konservləşdirilmiş və ya dondurulmuş versiyaları da eyni faydanı verə bilər. Növbəti qidamız avokado. Bu meyvə görünüşcə adi olsa da, tərkibi baxımından həqiqi qidalanma xəzinəsidir. Avokadonun tərkibindəki tək doymamış yağlar qanda pis xolesterol adlanan LDL səviyyəsini aşağı salır. Eyni zamanda yaxşı xolesterol sayılan HDL-in artmasına kömək edir. Bu balans damarların təmiz və elastik qalmasında həlledici rol oynayır. Avokado həmçinin kalium baxımından olduqca zəngindir. Hətta bananın tərkibindəki kaliumdan da çoxdur. Kalium isə qan təzyiqinin normal səviyyədə saxlanmasında əsas minerallardan biridir. Çünki o, natriumun bədənə mənfi təsirini balanslaşdırır. Gündəlik pəhrizə əlavə edilən yarım avokado, çörəyin üzərinə sürtülərək və ya salata əlavə edilərək ürək-damar sisteminin uzun müddətli sağlamlığına ciddi töhfə verə bilər. 3-cü sırada quru yemişlər dayanır. Qoz, badam, fındıq və püstə. Bu qidalar omega-3 yağ turşuları, bitki mənşəli lif və güclü antioksidantlarla zəngindir. Xüsusilə qoz digər quru yemişlərlə müqayisədə omega-3 tərkibinə görə fərqlənir. Bu qidaların mütəmadi istifadəsi damarların elastikliyini qoruyur və arteriyaların daxili divarında zərərli plakaların toplanmasının qarşısını alır. Maraqlıdır ki, tədqiqatlar göstərib ki, gündə kiçik bir ovuc, təxminən 20-30 qram qoz fındıq istifadə edən insanlarda ürək xəstəliyi riski nəzərə çarpacaq dərəcədə aşağıdır. Ancaq unutmayın ki, quru yemişlər kalorili olduğundan miqdara diqqət etmək vacibdir. 4-cü qidamız Aralıq dənizi mətbəxinin əsas simvolu olan zeytun yağıdır. Bu yağ polifenol adlanan güclü antioksidant birləşmələrlə zəngindir. Polifenollar damarların daxili divarlarını qoruyur və oksidləşmə prosesindən qaynaqlanan hüceyrə zədələnməsini azaldır. Zeytun yağının gündəlik istifadəsi qan təzyiqinin tənzimlənməsinə kömək edir və uzun müddətli araşdırmalarda Aralıq dənizi pəhrizini izləyən insanlarda ürək xəstəliyi riskinin xeyli aşağı olduğu müəyyən edilib. Ən yaxşı fayda üçün soyuq sıxılmış, yəni ekstra bakir zeytun yağı seçilməli və salatlarda, hazır yeməklərin üzərində istifadə edilməlidir. Çünki yüksək temperaturda bişirmə faydalı maddələrin bir hissəsini məhv edə bilər. 5-ci sırada gilə meyvələr gəlir. Göy moruq, çiyələk, qara qarağat və moruq. Bu meyvələr antosianin adlanan güclü antioksidant qrupu ilə zəngindir. Məhz bu maddə onlara tünd qırmızı və bənövşəyi rəng verir. Antosianinlər damar divarlarının sərtləşməsinin qarşısını alır və qan təzyiqinin normal səviyyədə qalmasına kömək edir. Bir sıra elmi tədqiqatlarda müəyyən edilib ki, mütəmadi gilə meyvə istifadəsi ürək xəstəliyi riskinin azalması ilə birbaşa əlaqəlidir. Bu meyvələri səhər yeməyində yulaf sousuna əlavə etmək ya da qəlyanaltı kimi təzə şəkildə istifadə etmək çox asan və dadlı bir vərdişdir.
Altıncı qidamız bir çoxunuzu təəccübləndirə bilər, qara şokolad. Amma diqqət edin, söhbət adi süd şokoladından deyil, kakao tərkibi 70%-dən yuxarı olan həqiqi qara şokoladdan gedir. Bu məhsul flavonoid adlanan antioksidantlarla zəngindir. Bu maddələr qan dövranını yaxşılaşdırır və damarların genişlənməsinə kömək edərək qan təzyiqinin aşağı düşməsinə şərait yaradır. Bəzi tədqiqatlar hətta göstərib ki, mütədil miqdarda qara şokolad istifadə edən insanlarda ürək tutması riski daha aşağıdır. Əlbəttə, faydanı əldə etmək üçün şəkəri minimal, kakao faizi yüksək olan növlər seçilməli və gündəlik istifadə kiçik 1-2 parça ilə məhdudlaşdırılmalıdır. 7-ci sırada gündəlik səhər yeməklərimizin klassik elementi, yulaf durur. Yulafın tərkibindəki beta-glukan adlanan xüsusi həll olan lif növü bağırsaqda xolesterolun qana sorulmasını azaldır. Bu proses nəticəsində qanda ümumi xolesterol səviyyəsi tədricən aşağı düşür. Yulaf həmçinin uzun müddət toxluq hissi verdiyi üçün gündəlik kalori qəbulunun tənzimlənməsinə də kömək edir. Bu da dolayı yolla ürək sağlamlığına fayda gətirir. Səhər yeməyində istifadə edilən bir boşqab yulaf sulusu, meyvə və qoz fındıqla zənginləşdirildikdə, günün ilk saatlarından etibarən ürəyinizə qayğı göstərməyə başlayırsınız. 8-ci qidamız minilliklər boyu təbabətdə istifadə olunan sarımsaqdır. Sarımsağın kəsildikdə və ya əzildikdə aktivləşən allisin adlanan maddəsi, qan təzyiqinin aşağı düşməsinə və damarların genişlənməsinə kömək edir. Bu bitki həmçinin qanın laxtalanma qabiliyyətini tənzimləyərək damar tıxanmalarının, yəni tromboz riskinin qarşısını almağa yardımcı olur. Bir çox tədqiqat göstərib ki, mütəmadi sarımsaq istifadəsi ümumi xolesterol səviyyəsinin azalmasına da kömək edir. Gündəlik qidalanmaya təzə əzilmiş sarımsaq əlavə etmək, sadə görünsə də ürək sağlamlığına ciddi töhfə verə biləcək qiymətli bir vərdişdir. 9-cu sırada rəngi və dadı ilə seçilən nar durur. Narın tərkibindəki güclü antioksidantlar damarların daxili divarındakı oksidləşmə prosesini əhəmiyyətli dərəcədə yavaşladır. Bu meyvənin təzə sıxılmış şirəsi qan dövranını yaxşılaşdırır və arteriyalarda zərərli plaka toplanmasının qarşısını almağa kömək edir. Bəzi tədqiqatlarda müəyyən edilib ki, mütəmadi nar şirəsi istifadəsi qan təzyiqinin tənzimlənməsində də müsbət rol oynayır və hətta damarlardakı mövcud plaka miqdarının azalmasına belə töhfə verə bilər. 10-cu qidamız ispanaq, kahı, kərə və digər yaşıl yarpaqlı tərəvəzlərdir. Bu qidalar K vitamini, nitrat birləşmələri və müxtəlif antioksidantlarla zəngindir. K vitamini qan damarlarının kalsifikasiyasının, yəni bərkiməsinin qarşısını almaqda mühüm rol oynayır. Nitrat birləşmələri isə damarların genişlənməsinə kömək edir. Bu qidaların mütəmadi istifadəsi arteriyaların elastikliyini qoruyur və damarların vaxtından əvvəl sərtləşməsinin qarşısını alır. Gündəlik pəhrizə əlavə edilən bir boşqab yaşıl yarpaqlı tərəvəz, salat şəklində və ya yeməklərə qatılaraq ürək sağlamlığına uzun müddətli və davamlı fayda təmin edir. 11-ci qidamız pomidor. Pomidorun tərkibindəki likopen adlanan qırmızı rəngli antioksidant ürək-damar sistemi üçün xüsusi əhəmiyyət daşıyır. Likopen episə xolesterolun oksidləşməsinin qarşısını alır, bu proses isə damar divarlarının zədələnmə riskini azaldır. Maraqlı faktdır ki, bişmiş pomidorda likopenin orqanizm tərəfindən mənimsənilməsi təzə pomidora nisbətən daha yüksəkdir. Buna görə pomidor sousu, çorbası və ya bişmiş şəklində istifadəsi ürək sağlamlığı baxımından əlavə fayda verir. 12-ci sırada lobya, noxud, mərci və digər paxlalılar dayanır. Bu qidalar yüksək lif tərkibinə malikdir və bu, qanda ümumi xolesterol səviyyəsinin azalmasına birbaşa kömək edir. Paxlalılar həmçinin qan şəkərinin sabit qalmasına yardımcı olur, çünki onların tərkibindəki karbohidratlar yavaş həzm olunur. Qan şəkərinin sabitliyi isə dolayı yolla ürək sağlamlığını dəstəkləyən mühüm amillərdən biridir. Paxlalıların həftəlik pəhrizə daxil edilməsi, xüsusilə ət istehlakının bir hissəsini əvəz etməklə həm ürək üçün faydalı, həm də iqtisadi cəhətdən sərfəli bir addımdır. 13-cü qidamız çuğundur. Çuğundurun tərkibindəki nitrat birləşmələri orqanizmdə azot oksidə çevrilir. Bu maddə isə damarların genişlənməsinə və qan təzyiqinin aşağı düşməsinə kömək edir. Çuğundur şirəsinin mütəmadi istifadəsi idmançılar arasında da geniş yayılıb, çünki bu ürəyin oksigenlə təmin olunmasını yaxşılaşdırır və fiziki dözümlülüyü artırır.
Adi insanlar üçün isə çuğundur salatlara əlavə edilərək və ya təzə sıxılmış şirə şəklində istifadə edilərək qan təzyiqinin tənzimlənməsinə kömək edə bilər. 14-cü qidamız, daha doğrusu içkimiz, yaşıl çaydır. Yaşıl çayın tərkibindəki ketexin adlanan güclü antioksidant qrupu damar divarlarının funksiyasını yaxşılaşdırır və xolesterol səviyyəsinin tənzimlənməsinə kömək edir. Bu içki həmçinin metabolizmi sürətləndirən xüsusiyyətə malikdir. Bu da dolayı yolla çəki idarə etməsinə və nəticədə ürək sağlamlığına töhfə verir. Gündəlik 1-2 fincan yaşıl çay istifadəsi sadə görünsə də ürək xəstəliyi riskinin azalması ilə əlaqələndirilən elmi cəhətdən dəstəklənən vərdişlərdən biridir. Siyahımızın son 15-ci qidası zeytun meyvəsinin özüdür. Zeytun öz yağı kimi tək doymamış yağlar və güclü antioksidantlarla zəngindir. Bu meyvənin tərkibindəki E vitamini damar divarlarını oksidləşmə prosesindən qoruyur və hüceyrə membranlarının sağlamlığını dəstəkləyir. Salatlara, qəlyanaltılara əlavə edilən bir neçə ədəd zeytun gündəlik pəhrizə həm özünə məxsus dad, həm də ürək sağlamlığı baxımından əlavə dəyər qatır.